Xəyal gücü. Nədir xəyal gücü? İnsanı digər canlılardan fərqləndirən xüsusiyyətlərdən biri də daima xəyallar qurması, düşünməsi, keçmiş və gələcəyi ilə bağlı düşüncələrə qapılması. Xəyal gücü. Einsteynə bir konferansda bir jurnalist sual verdi. Xəyal gücü yoxsa bilik, savad? Einsteyn düşünmədən cavab verdi. Xəyal gücü. Nə üçün? Sualına isə Einsteyn belə cavab verdi. Biliyin, savadın bir sərhəddi var, bir limiti var. Bildiyin yerə qədər, amma xəyal gücünün sərhəddi yoxdur. Biz mağaradan kosmosa, aya, bu yüksəlişə məhz xəyal gücümüzün hesabına gəlmişik. Xəyallara, düşüncələrə fikir verin. Bugün düşündüklərin, xəyalların sabahını şəkilləndirir. Bunu bizə öyrətməyiblər. Amma düşüncələr, xəyallar həqiqətən reallığa çevrilir.